Uşağın psixoloqu deyir ki, oğlunuzun ata diqqətinə ehtiyacı var. Oğlunla niyə maraqlamırsan? Get söhbət elə də uşaqla biraz. Valla sən niyə məktəbə gedmirsən? Nə məktəb? Mən 5 ildir məktəbi qurtarmışam. Uşağı harasa apar, bir yerdə nəsə eləyin. Gəməklə futbol oynayaq. Xoşum gəlmir futboldan. Gedək kebab yeyək. Mən vegetarianım. Kinoya baxaq. İş görürəm, vaxtım yoxdur. Maraqlan gör, uşaq neçə gündür niyə ağlayır? Bravo, sən neçə gündür niyə ağlayırsan? Nə dərdin var sən? Yox, niyə ağlayım ki? Prosta kompüterə baxanda gözlərim yaşarırdı. Uşaq bilməlidir ki, atası var. Valla, nə dərdin olur olsun, bil ki, atan ölməyib. Yo, ölüb. Ölüb nə də? İndi 2 dəqiqə vaxt ayırmamışıq, incimi səndə belə hörmətsiz olar. Atanı saymamaq olmaz ya, ata evin dirəyidir. Hayda, mənim atam doğrudan rəhmətə gedib. Mən bura Wi-Fi-ı düzəltməyə gəlmişəm. Sizin oğlunuz odur. Valla, sən niyə məktəbə gedmirsən? Yenə türmə, yenə qazamat. Ay bırak, yaxşısı azadə həyat. Ay bırak,